Çok sağ olun. Ben de size sağlıyorum. İkinci müəllim, Cənab Batelli ve konağı buradadır. Ve tabii ki bizim idman ictimaiyyəti ve hürmetli mensupları hamısını sağlayıram. İlk önce ben Bakışehir hakimiyyətinə ve şəxsimizə mənə təşəkkür etmək istəyirəm ki, bu tarihi binada 100-dən artıq tarihi olan barok stilində bir binamız. Ömer Bey tarihi arayışla size dedi. Şehrin devrinde ilk defa Cənab Prezidentin təşəbbüsüyle ve tapşırığıyla bu binada əsaslı restavrasiya aparılır. Bütün bu tapşırıqları siz görürsünüz, bunlar açılır ve düğünləri təqdim olur. Cənab Prezident sağ olun. Çok sağ olun. Ve bu tarihi binada bir toplaşmışıq. Tabii ki Bakı şəhəri bu illər ərzində çoxlu beynəlxalq yarışlar keçirir və təkcə idman sahəsində və ümumiyyətlə böyük bir tədbirlər keçirilir. Keçən COP29 və bəlkə də bizim digər böyük tədbir şəhər salma forumu gözləyir. İdman tədbirlərinə gəldikcə bilirsiniz ki, ilk Avropa oyunları ölkəmizdə, paytaxtımızda keçirmişdir. İslam əməlli oyunları ümumiyyətlə çoxlu sayıda multi-idman və dünya və Avropa çempionatları, müxtəlif idman növləri üzrə təbii ki, hər bizim forumlarımız il yarışları da şəhərin mərkəzində keçirir və biz Bakışehir hakimiyyəti bərabər bu yarışları keçirir və təşəkkürümüzü bildirmək istəyirik ki, hər zaman bizə Bakışehir hakimiyyəti dəstək olur və hər bir yarışın keçirilməsində. Və təbii ki, Edəmən bildirdi, belə bir yarışların keçirməsi, ümumiyyətlə tədbirlərin keçirməsi dövlətin dəstəyi olmadan mümkün deyil və bu illər ərzində Hökumət başçımız Cənab İlham Əliyev həm idmançılara, həm gənclərimizə daimi dəstək olur. Məhz bu dəstəyin nəticəsində dünyamızın idmanda çoxlu uğurlarımız var. Həm idmançılarımızın qazandığı medallar, federasiyamızın nailiyyətləri və təbii ki, təşkilatçılıq. Və məhz bu yarışlı yüksək səviyyədə təşkilatçılığımızla biz bu günləri məşğul və məhz buna görə də düşünürəm ki, bu günləri bizə növbəti ilin dünya paytaxtına adını bizim gözəl Bakımıza verirlər. İndi daha ətraflı təbii ki, Cənab Batelli bu haqda danışacaq. Mən öz növbəmdə təbii ki, təşəkkür bildirmək istəyirəm. Ona və onun komandasına ilk nəzərində onlar Bakıda olmuşlar və Bakı ilə tanışmamışlar. Bilirik ki, bu adı üçün bir çox şəhərlər namizədidir. Lakin sonunda bizim gözəl paytaxtımız qalib gəldi. Təbii ki, bu bizim hamımızın, hər birimizin uğurudur. Burada federasiya nümayəndələri, rəhbərləri ələşirlər, hansılar ki, bu illər ərzində ölkəmizə çoxlu beynəlxalq yarışlar keçirirlər və biz onlarla bərabər və növbəti il üçün artıq təqdim planını qurmuşuq və növbəti ildə də Bakıda müxtəlif tədbirlər keçirəcək. Bilirsiniz ki, böyük bir idman forumu, sport akord növbəti ildə Bakıda olacaqdır. Judo üzrə dünya çempionatı böyüklər arasında, güləş üzrə yaş qrupları arasında dünya çempionatı və hər bir idman növü üzrə ən azından bir beynəlxalq yarışlar. Dünya qrupları var, burada kampli yarışlar var və digər müətəbər yarışlar. Təbii ki, öncədən qeyd etdiyim kimi ənənəvi olaraq Formula 1 yarışları, bilirsiniz ki, bu illəri biz UFC yarışını keçirmişik. Və təbii ki, bu yarışların sayı artır. Ölkəmiz qeyd etdiyi kimi inkişaf edir və təbii ki, bu inkişafın nəticəsində də daha çox tədbirlər ölkəmizdə keçirilir. Mən hər birinizi bu münasibətlə təbrik etməyəm. Hər birinizə uğurlar arzulayır. Qarşıda bizi çox maraqlı bir gün gözləyir. Çox sağ olun.